Dostlar, adam belə binaları görür və adamın ürəyi ağrıyır, amma ürəyi ağrıyanda da mütləq kardioloqa müraciət etmək lazımdır. Ellab, dostlar, bugün əlbəttə ki, bütün sahələrdə sizə tibbi xidmətləri təqdim edir, o cümlədən kardiologiya. Və studiyamızda elə bu mərkəzdən həkim kardioloq Aygül İsmailova studiyamızda qonaqdır. Xoş gördük sizi Aygül xanım. Sabahınız xeyir. Sabahınız xeyir olsun. Günümüz uğurlu olsun. Uğurlu olsun. Adətən hansı halda kardioloqa müraciət etmək lazımdır? Yəni, bizdə var da bugün sabahı saxlamaq və s. hansı siqnallar mütləq labüd edir ki, biz kardioloqa müraciət etməliyik? Bəli, ürəyimiz hər zaman bizə siqnal verir, sadəcə biz onu arada eşitmirik. Məsələn, ürəyində əgər hər hansı bir sinədə sıxılma pasiyent hiss edirsə, ağırlıq, yəni əvvəllər belə bir narahatlıq yox idisə, təzyiqin artması müşahidə olunursa, döyüntü narahat edirsə, yəni bildiyimiz kimi normal halda biz ürək döyüntüsünü hiss etməməliyik. Amma oturduğumuz yerdə ürəyimiz başlayır yerindən çıxmağa, artıq vurur, balıq kimi sinədə əsir, belə bir şikayətlər olur pasiyentlərdə. Bu halda müraciət etmək lazımdır. Həmçinin təngi nəfəslikdə və irsi faktorlar varsa, əgər ailədə müşahidə olunubsa, ürək xəstəlikləri, o zaman da tövsiyə olunur ki, 40 yaşından sonra heç olmasa bir dəfə ürəyi yoxlamaq. Yox, amma adam var, məsələn, ürəyində bir problem yaranır, belə bir əsas gətirir ki, mən 6 ay əvvəl yoxlanmışdım, problem görünməmişdi, ya yox idi. 6 ay əvvəl yoxlanmış adam bugün yoxlanır və problem çıxır, bu ola bilərmi? Əlbəttə. Hətta bir həftə sonra, bir neçə gün sonra belə ola bilər. Yəni bizim orqanizmimiz o qədər gəliz bir proseslər baş verir ki, hər an hər şey baş verə bilər. Ona görə dünən yoxlandım, hər şey yaxşı idi, amma bugün heç nə çıxmayacaq, deyiləcək bir şey yoxdur. Elə ağrılar var ki, insanlar onu, məsələn, indi əzələ spazmları ilə ürəyi səhv salırlar. Yəni, belə olan halda, yəni daha çox, mütləq mi gəlmək lazımdır, yoxsa kimsə ağrınır, deyirlər ki, əzələdir bu və s. Yəni, aldadıcı belə deyək, ağrılar da olur ki, keçən dəfə də bizdə kardioloq olanda biz çatdırmadıq. Qaynar xəttə belə suallar da gəlmişdi ki, bugün fürsətdən istifadə edək bu sualı istədik. Bəli, bəli. Bəzi pasiyentlər məsələn deyir ki, sol tərəfdə bıçaq kimi batan bir ağrılar hiss edirəm. Bunlar çox vaxt əzələ ağrısı olur, ya da ki, qalbırğa arası nevralgiyalar. Çünki ürək ağrısı adətən döş qəfəsində, yəni sinədə ortada yerləşir. Küt ağrı olur, daha şiddətli olur və yaxud hiss edir ki, elə bir ağırlıq var da, ağır bir şey qoyulub sinəyə. Amma o iynə kimi batdı, bıçaq kimi batdı, onlar əzələ ağrılardır. Amma yenə də narahatdırsa pasiyent, hər bir halda yoxlayaq. Əsas ürəkdir. Ürəyi inkar etsək, qalan problemlər daha rahat həll olunar məncə. Elə xəstəliklər, elə diaqnozlar varmı ki, yəni baxırsan ki, yəni əslində sizin öyrəndiyinizdə o kitablardan və s. təcrübədən düşünürsünüz ki, bu 40 yaşından əvvəl ola bilməz. Amma artıq cavanlarda həmin o diaqnozlar var. Əsasən nələr ona səbəb olur və eyni zamanda bu hansı belə deyək diaqnozlardır ki, cavanlaşır o xəstəliklər? Bəli. Ən çox müşahidə etdiyim öz praktikamda 2 xəstəliyi qeyd edəcəm. Birincili arterial hipertenziya, yəni təzyiq, amma birincili. Yəni, hansısa bir başqa problemlə yaranan yox. Böyrək mənşəli olsun, başqa bir orqan mənşəli. Birbaşa təzyiqlə, ürək damar sisteminə bağlı. Bəli. Və ürəyin işemik xəstəliyi, yəni ürəyinin qidalanmasının pozulması, hansı ki damarlardan irəli gəlir, o da çox cavanlaşıbdır. Nə əlaqədar ola bilər bu? Hamısı həyat tərzindən, risk faktorlarımız çoxdur. Keçən səfərdə danışmışdıq, xolesterindir, məsələn, təzyiqdir, yuxusuzluq, xroniki stres, irsi faktorlar, yəni zərərli vərdişlər. Bunların hamısı təbii ki, təsir edir ürəyimizə. Stent qoyulmuş, damarına stent qoyulmuş, yaxud bir dəfə artıq infarkt keçirmiş xəstələrə nə tövsiyə edirsiniz, nəyi məsləhət görürsünüz, nəyi etməlidirlər, nəyi etməli deyirlər? Əgər pasiyentə stent qoyulubsa, infarkt keçirdibsə, mütləq vaxtı-vaxtına dərmanları içilməlidir. Çünki bu pasiyentlərdə artıq ömürlük ən azı bir 3-4 dənə dərman var. Onu mütləq vaxtı-vaxtına içməlidirlər və artıq pasiyentin durumundan asılı olaraq 2 aydan bir, 6 aydan bir kontrollarını yerinə yetirməlidirlər ki, əgər təkrari bir proses baş versə, biz onu vaxtında aşkar edək. Dərmanlar ömürlükdür. Bəli. İnsanlar var ki, gedirlər hansısa bir tibb müəssisəsinə, kardiologiya şöbəsinə və ona deyirlər ki, bu xidmət bizdə yoxdur, get o birisinə, get gələ sallar. Ellabda kardiologiya şöbəsində
Yəni necədir pasientlərə münasibət, onların bütün xidmətlər yararlanmaq, bütün xidmətlərdən yararlanmaq imkanı varmı və başqa aparatura və s. mən istərdim bu haqda da danışasınız. Bəli, pasientlərin ilkin diaqnostikası üçün qızıl standartımız EKG exodur. Bunlar təbii ki bizdə var. Əlavə, məsələn, aritmiyalarda, hansısa ritm pozğunluqlarında biz holter taxırıq, o da bizdə olunur, holter monitoring və əsas müayinələrdən biri də stres testimizdir. Bu nədir? Fiziki yük altında, fiziki yükləmə altında pasientin ürəyini müşahidə edirik, yəni o da bizdə var, bəli, hamısı aparılır. Yəni əsas olan müayinələr hamısı bizdə. Yəni dostlar, ürəyiniz ağrısa, xüsusilə indi iyul ayıdır, bugün iyul ayının 1-ci günüdür. Xoş gəlib, səfa gətirib iyulumuz. Sağlamlıq gətirsin, ruzi bərəkət gətirsin, xoş hadisələr və xoş xəbərlər gətirsin. Amma onu nəzərə alın ki, bu ayda sizin doğum gününüzdürsə, sizə endirim olunur, nəzərə çarpacaq dərəcədə endirim. Ürəyinizi də gedin yoxladın. Aygün xanım, neçə yaşdan ümumiyyətlə insan artıq ürəyini yoxlatdırmalıdır? Düşünürəm ki, 40 yaşdan sonra risk faktorlarını nəzərə alsa, heç olmasa bir dəfə yoxlamaq lazımdır. Amma indi xəstəliklər və ani ölümlər, ürəkdən bağlı olanlar o qədər artıb ki, 35 yaşdan sonra da heç olmasa bir dəfə getsələr yaxşı olardı. Mənim elə pasientlərim var ki, nəyə görə gəlirlər? Deyir ki, yaxın bir dostum, qohumum qəfil ürəyini tutdu, rəhmətə getdi. Bu gənc insanlardan söhbət gedir, 38-40 yaş arası. Təəssüf ki, bu acı reallıqdır. Bu acı reallıqdır. Bizdə ümumiyyətlə xəstəliklərin statistikasında da Aygül xanım, kardiologiya ikincidirsə, yoxsa 1-2-dir, yəni ilk ikilikdədir, dəqiq. Və bu az qala dünya üzrə reytingdə də biz öndəyik. Yəni ümumi götürsək, bu qədər risk faktoru ola bilməz. Bu qidadandırmı, həyat tərzimizdəndirmi, nədəndir? Hamısı kompleksli şəkildə təsir edir ürəyimizə. Çünki bu dəqiqə həyatımız da çox stresslidir. Risk faktorları dediyimiz elə o xroniki stres olsun, yuxusuzluq olsun, düzgün qidalanmama, şəkərli diabet, təzyiqin kontrol etməməsi ən vacib də elə onlardan biri odur. Pasientlər var ki, 150-180 təzyiqlə, yəni yuxarı təzyiqdən, sistolik təzyiqdən söhbət gedir, gəzir və deyir ki, bu mənim üçün normaldır. Amma normal, xeyr, normal deyir. 130 yuxarı sərhəddir, o da daha yaşlı pasientlərdə. Gənclərdə 120 tövsiyə olunur. Yəni bunu keçirsə nə baş verir? Bunu keçirsə artıq müayinə olunmalıdır, səbəb tapılmalıdır və əgər lazımdırsa, elə hallar olur ki, həyat tərzini dəyişməklə biz təzyiqi normaya sala bilirik. Yox, sala bilmiriksə, dərman müalicəsi başlanılmalıdır. Yəni bu təzyiqli adam gəzirsə və deyir ki, mənim üçün bu normaldır, gəzirsə, proses necə gedir? Təzyiq altında işləyən ürək o dincəlmir. Yəni bizim ürəyimiz zaten dincəlmir də, o daimi işləyən bir orqandır. Ürəyimizdə, indi biraz tibdən danışacağım, sistolik və diastolik funksiyalar var, yığılır və boşalır. O boşalan zamanı millisaniyələrdə hansındakı ürəyimiz dincəlir o an, millisaniyələr. Amma ürək təzyiq altında işləyirsə, həmin o boşalma prosesi gərginləşir və ürək dincəlmir. İndi təsəvvür edək ki, rahat dincəlməyən ürək nə qədər uzun bizə xidmət edə bilər. Bax, sir buradadır. Yəni, təzyiq varsa dincəlmir, dincəlmirsə tez qozalar. Aygün xanım, elə məsələn, qidalar var ki, ondan uzaq durmaq lazımdır. Bax, ürək hansı qidaları sevir və hansı qidaları əksinə sevmir? Bəli, əsas çox yağlı, piyli yeməklər, hansı ki bizim lipid spektrimize, yəni xolesterinimizə təsir edə bilirsə, bunlardan uzaq durmaq lazımdır. Şirniyyatlardır, fast fooddur, bunlar tövsiyə olunmur. Daha çox zülal tərkibli, meyvə, tərəvəz, yəni sağlam qida. Bildiyimiz sağlam qida. Bir də sizə gələnlərdən bəlkə bir müşahidə aparmırsınız. Daha çox hansı peşə sahibləri gəlir ki, ürəyim ağrıyır? Mənə çox maraqlıdır. Mən düşünürəm ki, ən çox gecə smenlərində çalışan insanlar və çox stresli, yəni məsələn hərbiçilərdə, bunlarda o daha çox müşahidə olunur. Elə həkimlərin özündə də. Hərbiçilərin də aydındır iş spesifik, amma gecə növbəsi üçün, yəni yuxunun olmaması problem. Bəli, bəli, yuxusuzluq problemləri. Aygün xanım, bundan başqa mənə maraqlıdır, bugün uşaqlarda məsələn olur ürək patologiyası və s. Belə olan halda, yəni nə məsləhətləriniz var? El-Labda onların müayinəsi aparılırmı, aparmaq mümkündürmü? Bəli, uşaqlarda əsas biz
1 yaşa qədər heç olmasa bir dəfə uşaq exo olunmalıdır. Ürəyin exosu olmalıdır. Çünki anadan gəlmə qüsurları biz əsas exoda görürük. Burada da qeyd edim ki, yəni exo ürəyin uzisidir. Biz onda klapanları yoxlayırıq, ölçüləri yoxlayırıq, atom fraksiya deyirik, ürəyin gücü. Onu yoxlayırıq və əgər anadan gəlmə bir qüsur varsa, nə qədər tez etsələr, 7 günlük, 40 günlük körpələri yoxlamaq məsləhətdir. Yəni, məsləhət demək, mütləqdir, baxılmalıdır. Çünki bəzi problemlər olur, məsələn, bəzi deliklər var, hansı ki, 1 yaşa qədər onlar keçib gedə bilər, keçib getməyə də bilər. Biz onları artıq kontrol etməliyik. Aydın, çox təşəkkür edirik sizə, Aygül xanım. Bir sual da verin, bu ürək təmiz, deyirlər, filankəs ürəyi təmiz adamdır. O yuxuda görünmür. Bəli, hansısa aparat onu göstərirmi? EKG yoxu düşünürəm ki, Göstərərəm. Bəli, dostlar, sabahınız xeyir olsun. Studiyamızda Labdan həkim kardioloq Aygül İsmailova idi. Bu saatda bizdə bu qədər. Hansı uşaqlıq xatirələriniz var? Bizimlə bölüşün. Hansılar ki, unuda bilmirsiniz. 050 250 19 19 nömrəsi WhatsApp-la gözləyirik.